Hər birinizi xoş gördük, dəyərli kanal izləyiciləri və əziz altıncılar. Yeni Namazov 6-cı sinif 1-ci hissədən izahlarımız davam edir. Bugünkü mövzumuz keçən video izahda ən böyük ortaq bölən, yəni EBO bölməsində olan ilk 10 çalışmanın izahına bir yerdə baxmışdıq. Bu video izahda isə 11-ci çalışmadan başlayaraq digər çalışmaların izahını sizinlə paylaşacağım. İzaha keçməzdən əvvəl sizə qısa bir məlumatı çatdırım ki, bizim 6-cı siniflər üçün onlayn hazırlıq dərslərimiz mövcuddur. Dərslər haqqında ətraflı məlumat almaq üçün 050 823 9215 nömrəsi ilə əlaqə saxlayıb ətraflı şəkildə məlumat ala bilərsiniz. Qeyd edim ki, ilk sınaq dərsimiz ödənişsizdir. Siz də bu dərslərə qoşulub dərslərin hansı keyfiyyətdə keçirildiyi ilə tanış ola bilərsiniz. İndi isə vaxt itirmədən keçək çalışmaların həllinə. Deməli, başlayaq 11 nömrəli çalışma ilə. 11-ci çalışmada deyir ki, hesablama aparmadan cavabların səhv olduğunu izah edin və doğru cavabı tapın. Məsələn, birinci variantda yazıb ki, EBO 15 və 60. Və bu 15 və 60 ədədlərinin əboblarını 20 olduğunu yazıb burada. Təbii ki, bu səhvdir. Çünki EBO biz deyirdik ki, verilmiş ədədlərin hər ikisinə bölünən ən böyük ədəddir. İndi burada 20 ədədi 60-a qalıqsız bölünsə də 15-ə qalıqsız bölünmür. Ona görə də deməli bu yanlışdır. Səhv olduğunu izah elədik və doğru cavab nə olacaq? Doğru cavabı tapsaq 15 və 60-ın əbobu ilə 15-in özünə bərabər olacaq. Çünki keçən video izahda demişdik ki, ədədlərdən biri digərinə bölünürsə, əbob bu ədədlərdən kiçiyinə bərabər olur. Əgər həmin video izaha baxmamısınızsa, əvvəlcə həmin videoya baxıb daha sonra bu videoya baxa bilərsiniz. İkinci variantda yazıb ki, EBOB 213 və 214 bərabərdir 3 yazıblar kitabda. Bu yanlışdır, çünki 213 və 214 ədədləri ardıcıl natural ədədlərdir və mən keçən videoda demişdim ki, ardıcıl natural ədədlər qarşılıqlı sayda olur və qarşılıqlı sayda ədədlərin əbobları 1-ə bərabər olmalıdır. Deməli, doğru cavab 1 olmalı idi. Üçüncü variantda yazıb ki, EBOB 50 və 50. Yenə bir ədəd digərinə bölünürsə, əbob elə bu ədədlərdən kiçiyinə bərabər olacaq. İndi burada bir-birinə bərabər olduğuna görə əbobları 50-yə bərabər olmalı idi. Burada 5 yazıblar, deməli bu da yanlışdır. Dördüncü variantda yazıb əbob 40-80 bərabərdir 20 yazıblar. 20 uşaqlar 40-a da 80-ə də qalıqsız bölünsə də 40-ın və 80-in ən böyük ortaq böləni deyil. Ortaq bölənlər içərisində var. Amma bizə əbob lazım olduğuna görə, ən böyüyü lazım olduğuna görə cavab 20 yox, neçə olur? 40 olur. Yenə həmin qaydaya əsasən bir ədəd digərinə bölünürsə, əbob bu ədədlərdən kiçiyinə bərabər olmalıdır. 5-ci variantda da həmçinin uşaqlar yazıb əbob 35 və 105. Yenə bir ədəd digərinə bölünür. Görürük ki, 105 35-ə qalıqsız bölünür. Deməli, bunların əbobları 35-ə bərabər olmalıdır. Burada isə 30 olduğu deyilir. Digər variantlarda bu formada müəyyənləşdirəcəksiniz. Əvvəlcə səhv olduğunu izah edib və daha sonra doğru cavabı qeyd edəcəksiniz. Davam edən növbəti 12-ci çalışma ilə kəsrin tam ixtisarı. Uşaqlar, ixtisar biz aşağı siniflərdən bizə məlumdur da, yəni kəsrin sürətinin və məxrəcinin birdən fərqli ortaq böləninə bölünməsinə kəsrin ixtisarı deyilir. Yəni tam ixtisar nədir bəs? Kəsrin sürətinin və məxrəcinin əbobuna bölünməsinə kəsrin ixtisarı deyilir. Yəni kəsri sürətin və məxrəcin əbobuna bölməklə, kəsrin sürətin və məxrəcin əbobuna bölməklə biz onu tam ixtisar etmiş oluruq və alınan kəsir artıq ixtisar olunmayan kəsir olur. İndi burada da dedik ki, ixtisar oluna bilən kəsirləri müəyyənləşdirin və bu kəsirləri tam ixtisar edin. 36-da 12. Bu kəsir tam ixtisar eləmək üçün mən bunun sürətini və məxrəcini 12 və 36-nın əbobuna, yəni 12-yə bölməliyəm. 12-ni 12-yə bölürdükdə 1, kəsin sürətində 1 eləyir. Məxrəcində 36-nı 12-yə böləndə 3. Deməli, tam ixtisar olunandan sonra kəsirimiz 3-də 1 oldu. Sonra 45-də 29. 45-də 29 uşaqlar ixtisar olunmayan kəsirdir. Çünki bu kəsin sürəti və məxrəci üçün birdən başqa ortaq bölən yoxdur. Ona görə də bu ixtisar olunmayan kəsirdir. Növbəti kəsrimiz 60-da 50 kəsridir. 60-da 50 kəsri ixtisar olunan kəsirdir. Bu kəsirlərin sürəti və məxrəci üçün ortaq bölən var və ən böyüyünü tapıb bölməliyik. 60 və 50-nin ən böyük ortaq böləni, yəni əbobu 10-a bərabərdir. 50-ni 10-a böldükdə 5, 60-ı da 10-a böldükdə 6. Kəsirimiz olur 6-da 5.
Növbəti kəsrimiz 60-da 42 kəsridir. Bu kəsrin sürətini və məxrəcini, sürətin 60-ın və 42-nin əbobuna, yəni 6-ya bölsək, 42-ni 6-ya böldükdə 7, 60-ı da 6-ya böldükdə 10 olur. Kəsrimiz olur 10-da 7. Növbəti kəsrimiz 33-də 30-dur. Bunun sürətini və məxrəcini 33 və 30-un əbobuna, yəni 3-ə ixtisar aparsaq, sürətdə 10, məxrəcdə də 11 olacaq. 11-də 10. Başqa məsələn, burada 200-də 125 kəsri var. 200-də 125. Bu kəsrin sürətini və məxrəcini uşaqlar 200-ün və 125-in əbobu 25-dir. Bunu sadə vurğulara ayıraraq tapmaq olar. 125-i 25-ə böldükdə 5, 200-ü də 25-ə böldükdə 8. Cavabımız olur 8-də 5. 31-də 30. 31-də 30 uşaqlar ixtisar olunmayandır. Bax, ixtisar olunmayanları mən burada sizə göstərim. 31-də 30-dur, sonra 73-də 66-dır, sonra 45-də 29-dur, sonra başqa yoxdur. Digərləri ixtisar olunandır. Bu üç kəsir ixtisar olunmayandır. Digərləri isə ixtisar olunandır və həmin kəsirlərin sürətini və məxrəcinin əbobunu tapıb ixtisar etmək olar. Davam eləyək növbəti 13-cü çalışma ilə. 13-cü çalışmada deyir ki, məxrəci birinci variantda deyir ki 12, ikinci variantda 15, üçüncü variantda 24, dördüncü variantda 30 olan düzgün və ixtisar olunmayan bütün kəsirləri yazın. Əvvəlcə birinci variantı əsasən yazaq. Kəsirin məxrəci deyir 12 olsun, məxrəcini yazırıq 12. İndi sürətinə elə qiymətlər verməliyik ki, həmin kəsir ixtisar olunmayan olsun. 12-də 1 deyə bilərik, sonra 12-də 5, daha sonra 12-də 7 və 12-də 11. Düzgün kəsir dediyinə görə, yəni kəsir məxrəci sürətindən böyük olmalıdır. Ona görə bu 4 kəsiri yaza bilərik. İkinci variantda deyir ki, məxrəc 15 olsun və ixtisar olunmayan olsun. 15-də 1, daha sonra 15-də 4, daha sonra 15-də 7, 15-də 8, 15-də 11, 15-də 13 və 15-də 14 kəsirlərini yazmaq olar ki, məxrəci 15 ixtisar olunmayan düzgün kəsirlərdir. İxtisar olunmayan o deməkdir ki, uşaqlar, əgər bir kəsirin sürəti ilə məxrəci qarşılıqlı sadə ədədlərdirsə bir-biri ilə, onda o həmin kəsir ixtisar olunmayan olacaq. Çünki onların birdən başqa ortaq bölənləri yoxdur və ixtisar olunmayan kəsir olur. Üçüncü variantda məxrəci 24 olan deyir. 24-də 1, daha sonra 24-də 5, daha sonra 24-də 7, növbəti olacaq 24-də 11, növbəti 24-də 13, növbəti olur 24-də 17, növbəti kəsirimiz olur 24-də 19, növbəti kəsir olur 24-də 23. Bu kəsirlərdir ki, məxrəci 24 olub düzgün və ixtisar olunmayan kəsirlər. 14-cü çalışmada isə deyir ki, məxrəci 10, 18, 16 və 20 olan düzgün və ixtisar olunan bütün kəsirləri yazın. 13-cü çalışmada ixtisar olunmayanları istəyir, 14-də ixtisar olunan. Məsələn, birinci variantasını yazaq. Məxrəci 10 olsun və ixtisar olunan olsun. 10-da 2, 10-da 4, 10-da 5, 10-da 6, 10-da 8 kəsirlərini yaza bilərik ki, məxrəci 10 olub düzgün və ixtisar olunan kəsirlərdir. İkinci variantda deyir, məxrəci 18 olanlar. 18-də 2, 18-də 3, daha sonra 18-də 4, daha sonra 18-də 6, növbəti olacaq 18-də 8, 18-də 9, 18-də 12, 18-də 14, 18-də 15 və 18-də 16 kəsirlərini yaza bilərik. Məxrəci 18 olub düzgün və ixtisar olunan kəsir kimi. Dördüncü variantda da məxrəci 20 olanlar deyir. Üçüncü və dördüncü variantlarda özünüz yazacaqsınız. Keçid alaq növbəti 15-ci çalışmaya. Deyir, kəsirləri tam ixtisar edin. Kəsirləri tam ixtisar eləmək nə deməkdir? Yəni, bu kəsirləri sürətini və məxrəcini ən böyük ortaq böləninə bölün. 24 və 18-in ən böyük ortaq böləni uşaqlar 6-dır. Yenə deyirəm, bunu siz vurğulara ayıraraq da yaza bilərsiniz. İndi mən vaxt çox getməsin deyə birbaşa elə bu 6-ya ixtisar aparacam. Olacaq 3 bölünsün 4, yəni 4-də 3 olur. Sonra növbəti kəsirimiz 48-də 32-dir. Bunu da tam ixtisar eləsək, yəni bu kəsirin sürətini və məxrəcinin 48-in 32-ni əbobuna bölsək, olur 2 bölünsün 3. Yəni 16-dır, 3-də 2 olur. Növbəti kəsirimiz 42-də 14-dür. 42 və 14-ün əbobu 14-ə bərabərdir. Kəsirin sürətini və məxrəcini 14-ə bölsək 1 bölü 3, 3-də 1 olur.
Növbəti kəsrimiz 44-də 11-dir. Bu kəsrin əbabu, sürətinin və məxrəcin əbabu 11-dir. 11-i ixtisar aparsaq 4-də 1 olur. Növbəti kəsrimiz 63-də 42-dir. 63-ün və 42-nin əbabu 21-dir. 21-i ixtisar aparsaq 3-də 2 olacaq. Sonra məsələn burada başqa hansı kəsrlər yazım? Bura kimi yazdıq. Sonlardan da yazaq. 56-da 35. Bu kəsrin sürətini və məxrəcini 7-yə ixtisar apararıq. 5/8. Və sonuncu kəsrimiz 120-də 48. Bunu 24-ə ixtisar apararaq 2/5 olacaq. Digər yerdə qalan kəsrlərdə uşaqlar həmin kəsrlərin sürətini və məxrəcin əbabına bölərək tam ixtisar eləyə bilərsiniz. Keçid alaq növbəti 16-cı çalışmaya. 16-cı çalışmada deyir ki, n plus n cəmini tapın. Birinci variantda yazıb ki, 42/63 kəsri bərabərdir n/n-ə. n plus n cəminin ən kiçik qiyməti tapın. Ən kiçik qiyməti o zaman olar ki, bu kəsir tam ixtisar olunsun. Və yəni mən 63-də 42 kəsirini tam ixtisar eləyəcəm. 21-ə ixtisar gedir də. 2/3. Buradan m-in 2 olduğunu, n-in də 3 olduğunu tapıram. Sonra bizdən n plus n cəmini istəyir, cavab olur 5. İkinci variantında 60-da 36 bərabərdir yazıb n/n. Və bizdən m ilə n-in ən kiçik cəminin ən kiçik qiymətini istəyir. n plus n cəmi o zaman ən kiçik qiymətini alar ki, bu 60-da 36 kəsiri tam ixtisar olunsun. Yəni mən bunun sürətini və məxrəcini 12-yə bölərəm, olur 5-də 3 bərabərdir n/n-ə. Buradan alınır ki, m-imiz 3-dür, n-imiz də 5-dir. Bizdən indi n plus n cəmini istəyir, 3-dən 5-in cəmi olur 8. Üçüncü və dördüncü variantlarda da. Üçüncü variantda baxın. 144-də 108. Onu tam ixtisar eləyəcəksiniz 16-ya. 16-ya ixtisar gedəndə, daha doğrusu 18-ə. 6/8. Hələ 18-ə 36-ya da ixtisar gedir. Tam. Olur 3/4. Bərabərdir n/n. Deməli, buradan alınır ki, m-imiz 3-dür. N-imiz də 4-dür. Və bizdən n plus n cəmini istəyir. Cavab olur 7. İndi isə uşaqlar məsələlərə baxaq. 17-ci çalışma ilə davam eləyək. 17-ci məsələdə deyir ki, tərəfləri birinci variantda deyir ki, 60 və 24 sm olan düzbucaqlığını elə bərabər kvadratlara bölün ki, alınan kvadratların tərəfinin uzunluğu ən böyük olsun. Hər bir halda neçə kvadrat alınır? Deməli, uşaqlar, bir düzbucaqlı var bizdə. Bu düzbucaqlının ölçüləri eni 24 cm-dir, uzunluğu da 60 cm-dir. Eni 24 cm, uzunluğu da 60 cm. İndi bu düzbucaqlığını biz elə kvadratlara bölməliyik ki, həmin kvadratın tərəfinin uzunluğu ən böyük olsun. Təbii ki, uşaqlar, həmin kvadratın tərəfinin görək ən böyük uzunluğu neçə ola bilər? Yəni biz bu düzbucaqlığının eni və uzunluğu üçün əbab tapmalıyıq. Əbab 24, 60. Yəni həmin tərəf həm eni boyunca tam yerləşməlidir, həm də uzunluğu boyunca. 24 və 60-ın da əbabu 12-yə bərabər olur. Deməli, tapdığımız 12 bizim hələ cavab deyil. Bizim o kvadratın tərəfidir. Bu kvadratın tərəfidir. İndi neçə dənə belə kvadrat ola bilər? Görək bu sahəyə, bu düzbucaqlığa neçə dənə belə tərəfi 12 olan kvadrat yerləşdirmə olar? Əvvəlcə düzbucaqlığının sahəsini taparam. S düzbucaqlı. Onlar 60 vurulsun 24. 1440 eləyir. Daha sonra S kvadrat, kvadratın sahəsini taparam. Kvadratın tərəfinin uzunluğunun 12 olduğunu tapmışam. Sahəsi olur 12 vurulsun 12. Yəni 144 kvadrat. İndi neçə dənə belə görək kvadrat burada yerləşəcək? 1440-ı bölərəm 144-ə olur 10 dənə. Deməli 10 belə kvadrat olacaq. İkinci variantı da oxşar qayda ilə yazacaqsınız. Davam eləyək 18-ci çalışma ilə. 18-ci çalışmada deyir ki, 3 hərbi hissənin birincisində 210, deməli 3 dənə hərbi hissəmiz var. İşarə eləyək. Birinci, ikinci və üçüncü hərbi hissə. Birinci hərbi hissədə deyir 210, ikincisində 84, üçüncüsündə 126 əskər var. Təlim məşq toplanması üçün hərbi hissələrin hər birindən bərabər sayda olmaqla ən çoxu neçə əskər çağırmaq olar? Yəni uşaqlar, biz elə bir say tapmalıyıq ki, həm bu birinci hərbi hissədəki əskərlərin sayına tam bölünsün, həm ikinci, həm də üçüncü hərbi hissədə olan əskərlərin sayına tam bölünsün. Hər birindən bərabər sayda olmaqla ən çoxu neçə əskər çağırmaq olar? Deməli, birinci hərbi hissədə 210, ikincisində 84, üçüncüsündə 126 əskər var.
və hərbi hissələrin hər birindən deyir bərabər sayda olmaqla ən çoxu neçə əsgər çağırmaq olur? Yəni məsələn, birinci hərbi hissədən məsələn X dənə əsgər çağırıblarsa, ikinci, üçüncüdən də həmin sayda əsgər çağırılmalıdır. Ona görə bizim həmin o X 210-a da, 84-ə də, 126-ya da qalıqsız bölünməlidir. Yəni biz başqa sözlə desək, 210, 84 və 126-nın əbobunu tapmalıyıq. 3 ədədin əbobu necə tapılırdı? Əvvəlcə həmin ədədlər sadə vurğulara ayrılır. 212-yə bölünür 105, 105 3-ə bölünür 35, 35 5-ə bölünür 7 dəfə, 7 də 7-yə bölünür 1 dəfə. Daha sonra 84, 84 2-yə bölünür 42 dəfə, 42 2-yə bölünür 21 dəfə, 21 3-ə 7 dəfə, 7 də 7-yə bölünür 1 dəfə. 126 2-yə bölünür 63 dəfə, 63 3-ə bölünür 21 dəfə, 21 3-ə 7 dəfə, 7 də 7-yə 1 dəfə. Daha sonra ortaqlarını müəyyənləşdirib onların hasilini tapırıq. Hər üçündə olan vurğular 2, 3 və 7 olduğuna görə onların hasili olur 42. Deməli, ən çoxu neçə əsgər çağırmaq olar? 42. Növbəti 19-cu məsələyə baxaq. Deyir, xətti ölçüləri birinci variantını yazacağam. 16, 24 və 40 olan düzbucaqlı paralelipipedi tilinin uzunluğu natural ədədlərlə ifadə olunan kublara bölmək olarmı? Ən böyük kubun tili neçə santimetr olar? Yəni uşaqlar, paralelipiped bilirsiniz də nədir? Baxın bu formada. İndi mən şəkil üzərində sizə göstərməyə çalışacağam. Bax, paralelipipeddə ən sadə nümunə qutu. Bu formada paralelipiped. İndi bu paralelipipedin xətti ölçüləri deyiləndə oturacağının eyni uzunluğu və hündürlüyü nəzərdə tutulur. Oturacağının eyni 16, uzunluğu 24, hündürlüyü də 40-dır. Deyir ki, bu paralelipipedi kublara ayırmaq istəyirlər və həmin kubun tilinin uzunluğu natural ədədlərlə ifadə olunsun və bu kubun deyir tili ən çox neçə santimetr ola bilər? Yəni yenə biz burada bu paralelipipedin ölçülərinin üçün əbob tapmalıyıq. 16, 24 və 40-ın əbobu da bərabər olur 8-ə. Deməli, həmin kubun tili ən çox 8 santimetrə bərabər ola bilər. İkinci variantı da bu formada yazacaqsınız. Növbəti 20-ci məsələyə baxaq. Yazıb birinci variantda 240 və 320 ədədlərinin ən böyük ortaq bölənini, gəlin əvvəlcə 240 və 320-nin ən böyük ortaq bölənini tapaq. 80-ə bərabər olur. Deyir, elə iki ədədin cəmi şəklində göstərin ki, bu ədədlərdən biri o birindən 22 vaid böyük olsun. Məsələn, birinci ədəd x-dirsə, ikincisi bundan 22 vaid böyük olsun. Deyir, x plus 22. Və bunların cəmi 240 və 320-nin əbobuna, yəni 80-ə tapdıq ki, 80-ə bərabər olmalıdır. Toplayanda olur 2x üstünə gəlinsin 22 bərabərdir 80. Buradan toplanan cəmdir 2x bərabər olur 58-ə. X də bərabər olur 29-a. Deməli, ədədlərimizdən birincisi 29 olur. İkincisi də 51 olur. Bu ədədləri tapın deyir. Ədədləri tapmış olduq. İkinci variantı da bu formada yazacaqsınız. Daha sonra növbəti 21-ci məsələyə baxaq. 21-ci məsələnin mən ikinci variantını yazacağım bu dəfə. Bir iki ardıcıl natural ədədin cəmi 1155 və 1365 ədədlərinin ən böyük ortaq böləninə bərabərdir. Yəni uşaqlar 1155 və 1365-in əbobunu tapaq əvvəlcə, yəni ən böyük ortaq bölənini. 1155 və 1365. Bunları sadə vurğulara əvvəlcə ayırırıq. 1155 neçəyə bölünür? 5-ə bölünür. Neçə dəfə bölünür? 2, 231 dəfə. Düz bölmədim. 1155 3-ə bölünür də, 3-ə birinci bölə. 3-ə bölsək, olacaq 385 dəfə. 385 artıq 3-ə bölünmür, yəni 5-ə bölürəm. Olur 77 dəfə. 77 7-yə bölünür 11 dəfə. 11 də 11-ə bölünür 1 dəfə. Sonra keçid alaq 1365-i sadə vurğulara ayıraq. 1365 də əvvəlcə 3-ə bölünür 455 dəfə. Deməli, bircə dəqiqə 455 5-ə bölünür 91 dəfə. 91 7-yə bölünür 13 dəfə. 13 də 13-ə bölünür 1 dəfə. Ortaqlarını götürüb hasilini tapırdıq. 3-lər, 5-lər, bir də 7-lər ortaq olduğuna görə bunların hasili olur 3 vur 5 vur 7. O da olur 3 vur 5 vur 7 105. Deməli, bunların əbobları 105-ə bərabərdir. Və bizə deyir ki, 2 dənə ardıcıl natural ədəd var. İşarə eləyək birinci və ikinci. Ardıcıl dediyinə görə birincisi x olsa, o biri x plus 1 olar. Bunların cəmidir ki, 105-ə bərabərdir. Toplayaram, 2x üstünə gəlinsin 1 bərabərdir 105-ə. Buradan 2x bərabər olur 104-ə.
X də bərabər olur 52-yə. Deməli, ədədlərimizdən birincisi 52-dir. Digəri də x plus 1, yəni 53-ə bərabər olur. Bu da bizim 21-ci məsələ. Sonra keçid alaq növbəti 22-ci məsələyə. 22-ci məsələdə deyir ki, birinci variantını yazaq. İki ardıcıl tək natural ədədin cəmi 312 və 520-nin ən böyük ortaq böləninə bərabərdir. Əvvəlcə yenə nə etməliyik? 312 və 520-nin əbobunu tapmalıyıq. Görək bunların əbobu nəyə bərabər? Yəni ən böyük ortaq böləni. 312-ni sadə əboblara ayıranda 2-yə bölürəm 156. 156 2-yə bölünür 78 dəfə. 78 2-yə bölünür 39 dəfə. 39 3-ə 13 dəfə. 13 də 13-ə bölünür 1 dəfə. Daha sonra 520-ni ayırırıq sadə vurullara. 520 2-yə bölünür 260 dəfə. 260 2-yə 130 dəfə. 130 2-yə 65 dəfə. 65 3-ə 15 dəfə. 15 3-ə 5 dəfə. 5 də 5-ə 1 dəfə. 65 5 3-ə bölünmür uşaqlar. 65 5-ə bölünür 13 dəfə. 13 də 13-ə bölünür 1 dəfə. İndi ortaqların götürüb onların hasilini tapmalıyıq. Ortaqlar bunlardır. 3 dənə 2 8. 8-i də 13-ə vuranda 104. Deməli 312 və 520-nin əbobu 104-dür. Və bizə deyir ki, 2 dənə ardıcıl tək ədəd var. Ədədləri birinci və ikinci olaraq işarə eləyəcəm. Ardıcıl tək dediyinə görə birincisi x olsa, o biri x plus 2 olar. Bunların cəmidir 104. Toplayanda olur 2x üstünə gəlinsin 2 bərabərdir 104. Toplanan cəmdir. 2x bərabər olur 102-yə. X də bərabər olur 51-ə. Deməli birinci ədədimiz 51-dir. Digəri də x plus 2 53. Cavab olur 51 və 53. İkinci variantda uşaqlar bu formada yazacağız. Növbəti 23-cü məsələyə baxaq. 23-cü məsələdə deyir ki, 12 eyni kitabı kütləsi 9 kiloqram, 28 eyni dəftərin isə kütləsi 7 kiloqramdır. Bir kitabın kütləsi bir kitabın dəftərindən neçə qram çoxdur? Deməli 12 eyni kitabın kütləsi 12 kitab 9 kiloqramdırsa, gəlin indi bir kitabı tapaq. Bir kitab olur nə qədər? 9 bölünsün 12. Yəni 12-də 9 kiloqram. Bunu da qrama çevirərik təbii ki. 12-də 9-u vurarıq nəyə? 1000-ə. Düzdürmü? Burada 1000 ilə 12 xısa gedir 4-ə. 3 qalır. Burada 250 qalır. 9 ilə 3 xısa gedir. 750 qram. Deməli bir dəftərin, kitabın kütləsi 750 qram edir. Daha sonra deyir ki, 28 dəftərdə 7 kiloqramdır. Yəni 7000 qram. Düzdürmü? İndi bir dəftəri tapsaq 7000-i bölərik 28-ə. Kiloqramla bölsəydik 4də 1 kiloqram, o da eləyir 250 qram. Deməli bir dəftərdə 250 qramdır. İndi bir kitab bir dəftərdən nə qədər çoxdur? Neçə qram çoxdur? 750-dən təbii ki bu 250-ni çıxmalıyıq. Olur 500 qram. Deməli bir kitab bir dəftərdən 500 qram çoxdur. 24-cü məsələyə baxaq. Bir boru həcmi 40 metr kub olan hovuzu 6 saata, digər boru isə həcmi 28 metr kub olan hovuzu 1 saata doldurur. 1 saata hansı boru daha çox soru vurur? Bax, 2 dənə borudur. Birinci boru, bir də ikinci boru. Düzdürmü? Birinci boru deyir ki, həcmi 40-ı 6 saata vurur. Onda 1 saata nə qədər vurar? 40 bölünsün 6. Düzdürmü? Metr kub. Bunu da ixtisar aparsaq 20 bölünsün 3 metr kub su vurur. İndi digər boru isə həcmi 28 metr kub olan 6 saata doldurur. 1 saata deməli 28 bölünsün 6. Bunu da 2-yə ixtisar aparsam 14 bölünsün 3 metr kub su vurur. İndi hansı daha çox su vurur? Deməli birinci boru daha çox su vurur. Nə qədərini istəsəydik çıxardıq. 3-də 20-dən 3-də 14-ü çıxardıq. Amma bizdən onu istəmədiyinə görə sadəcə birinci boru daha çox su vurur qeyd edirsiniz. 25-ci məsələyə baxaq. Deyir, bir yeşikdə 34 kiloqram. Bax, birinci yeşik və ikinci yeşik işarə edirəm. Birinci yeşikdə 34 kiloqram alma var. İkinci yeşikdə isə 51 kiloqram. Və bizə deyir ki, birinci yeşikdəki alma ikincidəki almaların hansı hissəsidir? Bir ədədin digərinin hansı hissəsi olduğunu tapmaq üçün təbii ki, onların nisbətini tapırıq. 34 bölünsün 51. Bunu da ixtisar aparsaq 17-yə 3-də 2 hissəsi. Deməli, cavab olaraq yazırsınız ki, 3-də 2 hissəsidir. Sualın ikinci hissəsində deyir ki, ikinci yeşikdəki alma birinci və ikinci yeşikdəki almaların hansı hissəsidir? Ayrı-ayrılıqda. İkinci yeşikdəki alma görə birincinin hansı hissəsidir?
Bu dəfə 51 bölü 34 olacaq. Yəni 3 bölünsün 2 hissəsi. Bir də ikinci eşitdəki alma ilə ikinci eşitdəki almaların hansı hissəsidir? Bütöv tam hissəsi, 1 hissəsidir. Qeyd edəcəksiniz. Növbəti 26-cı məsələyə baxaq. Yazıb birinci variantda 11 ilə 13-ün hasili. Görək 11 ilə 13-ün hasili neçə edir? 11-i 13-ə vuranda 143. Ən kiçik 4 rəqəmli tək ədəd. Ən kiçik 4 rəqəmli tək ədəd. Ən kiçik 4 rəqəmli tək ədəd neçədir? 1001. Ən kiçik 4 rəqəmli tək ədəd 1001-dir. Hansı hissəsidir? Bir ədəd digərinin hansı hissəsi olduğunu tapmaq üçün 143 bölünsün 1001 olacaq. Bu da səhv eləmirəmsə uşaqlar 11-ə ixtisar gedir. 1001 11-ə neçə dəfə bölünür? Bircə dəqiqə 1001-i bölək 11-ə. 1001 bölünsün 11. 91 dəfə, hə. 91, sürətə də 143 11-ə böləndə 13. Deməli 91-də 13 hissəsi olur. İkinci variantı da bu formada yazacaqsınız. 27-ci məsələ ilə davam eləyək. Birinci variantda yazır ki, məxrəci 180, sürəti isə 45, 72 və 81-in ən böyük ortaq böləninə bərabər olan kəsiri yazın və onu ixtisar edin. Əvvəlcə uşaqlar, bu 45, 72 və 81-in əbobunu tapaq, görə bizim yazacağımız kəsirin sürəti neçədir? Bunların əbobu 9-dur. Əbobu 9-dur. Deməli, yazacağımız kəsirin məxrəci 180 idi, sürəti də bunların əbobları, yəni 9. Deyir, bu kəsiri yazın və ixtisar edin. 9-u ixtisar aparsaq 1 bölünsün 20. İkinci variantda deyir ki, sürəti 27, məxrəci isə 36, 54 və 90-ın əbobu. Yəni, məxrəzində isə yazıram, əbob 36, 54, 90. Bax, kəsirimiz bu formada olur. Bu da bərabər olur. Sürətdəki 27-nin olduğu kimi saxlayıram. 36, 54 və 90-ın əbobu isə 18-dir. Bunu da ixtisar aparsaq 9-a olur neçə? 3 bölünsün 2. İxtisar da elədik. Sonuncu 28-ci məsələyə baxaq. Birinci variantında yazılıb sürəti 32 və 48-in əbobuna, yəni sürəti yazacaqsınız əbob 32 və 48. Məxrəci isə 96 və 144-ün əbobuna. Məxrəzində isə yazıram əbob 96, 144. Düzdür? İndi 32 və 48-in əbobu 16-dır. Deməli, kəsin sürəti 16 olur. 96 və 44-ün əbobu neçədir? Bəs 48. Deməli, məxrəci də 48 olur və ixtisar elənir. 48-i 16-nı 16-ya ixtisar aparanda 1 bölünsün 3 olur. İkinci variantda dedik ki, sürəti 45 və 60-ın əbobudur. 45 və 60-ın əbobu 15-dir. Məxrəci isə 150 və 225-in əbobu. 150 və 225-in də əbobu deməli, neçə olur? 25-dir. 75. 75. Bunu da ixtisar aparsaq 15-ə 1 bölünsün 5 olur. Belə uşaqlar, bugünkü video izahımız bu qədər. Sizdən istəyim, videonu bəyənib kanala abunə olaraq dəstək ola bilərsiniz. Gələn dərslərdə görüşənədək hələlik, sağ olun.